Bəli, əziz izləyicilər, bu bir neçə gün bundan əvvəl bu Aslar rayonu Qapıcı məhəllə kəndi ərazisinə gətirib çınqıl töküblər. Bax bu formada icra nümayəndəsi ilə məsləhətləşiblər, gətirib töküblər. İndi bu çınqıllar burada nə indi piyada üçün, piyada getmək üçün, vətəndaş üçün nə burada yer saxlayıblar, nə bir şey. Bu çınqılı töküblər. Bax bizim ayaqqabılarımız, bax bu da icra nümayəndəsi töküb. Bax bu ayaqqabılarımız hamısı cırıq-cırıq. Bax. Cırıq-cırıq hamısı altı. Bax hamısı bax belə ziyan vurur. Bax ayaqqabılarımıza. Bax. Ortopedik ayaqqabıdır, bax. Başqa bir şey də geyinə bilmirik, bax. Gətirib töküblər, bax belə bu formada. Yəni məsləhətsiz, nə yolun standartını bilən var, məhəllə yollarını, nə şəhər salma ilə başı çıxan var, icra nümayəndəsi İlkin Quliyev. Bax, gətirib töküblər. Bax, bu daşlar, xırda daşlar adamın ayağını əzir, bax. Buradan keçmək olmur. Bax, hamısı ayaqqabını cırıq-cırıq eləyir. Bu ikinci ayaqqabıdır, dəyişmişəm. Bax, ehtiyac olarsa olursa ayaqqabını da göstərə bilərəm. Bax. Bu yoldur. İndi gətirib töküblər. Bu qırın altına sərilir də, səhv eləmirəmsə. Yol qırılananda onun alt qatıdır. Yəni bunu beləcə gətirib töküb, belə də saxlamaq, yəni düzgün deyil. Bu vətəndaşlara ziyan vurur, bax belə. Yəni bizim ayağımızda ziyandır, bax, gedə bilmirik, bax. Fakt sübut, bax, buradan heç hərəkət eləmək olmur. Adamın ayağını deşik eləyir, bax. Bu çınqıl, bax. Bu. Bax, ta bir hardasa, bax, belə gəlirsən, 200, 300, 400 metr, bax. Bax, belə. Onu xahiş edirəm, aidiyyəti orqanlardan bu problemi yəni həll eləsin. Buradan bu əvvəlki kimi rahat gedək gələk. Yəni bu belə olmaz da. Bir problemi həll edirlərsə başqa bir problem yaradırlar. Ya burada keçid ümumiyyətlə yəni mümkün deyil də. Adamın ayaqlarını deşik eləyir. Balaca daşlar. Xırda bax. Çınqıl gedir də bu. Kəsici çınqıllar. Bax. Düzdür, məsələn, bu indi bir balaca bir palçığın əgər indi bura yağış yağandan sonra bura lap palçıq olacaq. Yəni xahiş edirəm aidiyyəti qurumlar bura bir əncam çəksinlər. Ta yolun axırına qədər bu eyni vəziyyət gedir. Xahiş edirəm, yəni bu ya bura asfaltlansın, ya da ki əvvəlki vəziyyətinə qaytarılsın. Yəni ümumiyyətlə mən xahiş edirəm, ya əvvəlki vəziyyətinə qaytarılsın, ya da üzü asfalt örtüyü ilə, heç olmazsa səki hissəsi, yarım metr, 1 metr səki hissəsi asfalt örtülüyü ilə örtülsün. Diqqətiniz üçün sağ olun, minnətdaram.